Nizami Gəncəvi 2-ci hissə. Bağda bəhsə girmişdi alma, armud, heyvanar. Günəş nur çiləyəndə meyvələr də gülürdü. Güllərə vermiş ömrün, açıb solan arzular. Mirvari tək damlalar hovuza tökülürdü. Adı İlyas, ləqəbi Şeyx Nizami olan Gəncədə bu balaca cənnətdə yaşayırdı. Saraylardan uzaqda müdrik yaşına dolan şair qocalıq yükün cənnətə daşıyırdı. Böyük fəxarət hissi cuşa gəldi içimdən. Nizami ayaq qoyan yerdə addım atırdım. Bulan baxışlarıyla gəl dedi bu dəmdə. Eyvanda bardaş quran Nizamiyə çatırdım. Şair xoş gəldin deyib yanında yer göstərdi. Bir azca sağa tərəf araladı Qur'anı. Gözündən car olurdu qoca şairin dərdi. Şirin bir səslə sordu, necə tapdın buranı? Şairin bu sualı söhbətə açar idi. Mən də nə niyyət ilə gəlişimdən danışdım. Mənim səyahətimdən şair xəbərdar idi. Sirlər xəzinəsini yormamağa çalışdım. Sizdə də varmı, sordu kərpic kəsən qocalar. Dedim, biz də çörəyi zəhmətlə qazanırıq. Dedi, namuslu insan halallıqla ucalar. Biz də hələ günəşə zülmətdən boylanırıq. Dedim, şair gözlərin zillədi gözlərimə. Müdrik baxışlarıyla ürəyimi oxudu. Zəif bir ah da çəkdi yanıqlı sözlərimə. Hələ elə bilirdim, bu bir şirin yuxudur. Mənalı baxışların surətimə dikmişdi. Söz xətrinə istədim soruşum Məhəmmədi. Yoldaşların itirən şair nələr çəkmişdi. Duyub içimdəkini ürəksiz gülümsədi. Soruşdu, oralarda xatırlayan var məni? Varmı xəmsə tanıyan Azərbaycan elində? Çox görmək istəyirdim o sevimli bərdəni. Ərəbi danışırsınız, yoxsa əcəm dilində? Şairin sualından kefim biraz duruldu. Xudayarlar yetişib dedim Bərdə elində. Nəğməsini oxudum, şairin gözü doldu. Dedim, ellər danışır bizim ana dilində. Fürsət bilib həvəslə rəvaz verdim söhbətə. Dedim, dünya bələddir Nizami sənətinə. UNESCO-da baş əyir sizdəki bu qüdrətə. Yubileylər keçirir şairin hörmətinə. 1941-in ən dəhşətli çağında 800 yaşınızı qeyd etdi Leningrad. Ucalır heykəliniz yurdumun hər bağında. 850-də də dünya sizi etdi yad. Sirlər xəzinəsinin sirrini aləm bilir. Xosrov və Şirin ilə Leyli və Məcnunun da 7 gözəl xalqımız ürəyində dincəlir. İskəndərnamə fəthə yekun vurdu sonunda. Siz şeir dünyasına yeni nəfəs verdiniz. 500-dən artıq şair nəzirə yazdı sizə. Sənəti mistifadan həyata qaytardınız. Heyf ki, divanınız tamam yetmədi bizə. Elə bil qəm mələyi kölgə saldı üzünə. Kaş ki, söz açmayaydım şairin divanından. Dedim, düşmüşük artıq qəzəllərin izinə. Şair rübailərin çox sevirdi canından. Çalışdım Nizaminin könlünü alın biraz. Onun rüsxəti ilə başladım qəzəlimə. Bilirdim ki, yazdığım ona layiqli olmaz. Amma ki, fürsət idi, düşmüş idi əlimə. Gəncədə möhtəşəm bir məqbərə ucaldılıb. Hamı fəxarət ilə sizi yad edir ustad. Dedim, Seyyid Əzim də o yerdə namaz qılıb. Sizin kimi dahinin ruhunu eyləsin şad. Məni yola salanda
süzdü bağı, baxsanı. Elə bil sevgililər bir-biri ilə görüşdü, ayrılıb bədənimdən sanki qopardı canı. Elə budan yadıma sənsiz qəzəli düşdü. Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz. Hər nəfəs çəkdim, hədər getdi o saat sənsiz. Sənin o cəlb eləyən vəslinə and içdim inan. Üstünə yandı canım, yox daha taqət sənsiz. Başqa bir yarı necə axtarım ey nazlı mələk. Bilirəm sən də dedin, yox yara hacət sənsiz. Sən mənim qəlbimə hakim, sənə qul oldu könül. Sən əzizsən, mən ucuz, bir heçə mafət sənsiz. Nə gözüm var arayım, mən səni bəxtimdəki yox. Nə də bir qaçmağa var, məndə cəsarət sənsiz. Sən Nizamidən əgər arxayın olsan da gülüm, gecə gündüz arayıb olmadı rahat sənsiz. Dünya söz sərrafının sözündən doymasam da, Nizami Gəncəvi ilə söhbətimi bitirdim. Onun xəzinəsinə bir inci qoymasam da, Nizami dəryasından bir damla su götürdüm.